qapıdan gedirdim, yol keçirdim, yəni bir keçirdim. Gördüm ki, ağsaqqal keçdi, bir dənə yəni sürətli bir gələn bir Çeşka markalı maşın ağsaqqalı vurdu. Elə vuran kimi də yerində canını tapşırdı. Sırağa durun, yolu boşaltın zəhmət olmazsa. Sumqayıtda piyadanın vurulması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Səməd Vurğun küçəsində qeydə alınıb. Belə ki, yolu keçən kişini Mercedes markalı minik avtomobili vurub. Piyada aldığı xəsarətlərdən ilə hadisə yerindəcə həyatını itirib. Ərazi hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır. Aynen.